Sizə təqdim edəcəyimiz tədbir Günəş sisteminə nəsr olunur. Ümidvarıq ki, hazırladığımız tədbir sizə xoş təəssüratlar yaradacaq. Əziz qonaqlar, transport hazırlamışıq. Buyurun, sualları dinləyin. Kiçik zaman isimləridir. Onların uzaqda deyilir. Kometlər. Eradan əvvəl 4-cü, 3-cü əsrlərdə ilk dəfə yeni gücə şəklində olmasını elmi cəhətdən kim sübut etmişdir? Aristotel. Greenwich rəsədxanası hansı ölkədə? İngiltərə. Atışa məxsus ən məşhur kozmik agentlik hansıdır? NASA. Səma cisimlərini öyrənən elm. Astronomiya. Ekoplanetinin ən böyük cəmsizləridir. Titan. Krossword'dakı baş hərflər sizə hansıdır xatırlayır? Kainat. Hər səhər sübh tezdən zövq alırıq günəşdən. Göy səmada dərindən nur ələyir qızmar günəş. Çox sevirik biz günəşi, hər səhər şanlı gəlişi. Aram-aram yüksəlişi, daim parlaq qızmar günəş. Salam, biz bugün sizə Günəş sisteminin planetləri və Günəş haqqında məlumat verəcəyik. Günəş, orta ölçülü, sarı işıqlı ulduzudur. O, yerin enerjisinin mənbəyidir. Səthində temperatur 6000 dərəcə, daxilində isə 20 milyon dərəcəyə çatır. Günəş sisteminin kütləsinin 99%-ni Günəş təşkil edir. Günəşlə yer arasında orta məsafə təxminən 0,5 Günəşin həcmi ölçüdə 60 milyon dəfə, kütləsi yerin kütləsindən 330 min dəfə, diametri isə yerin diametrindən 109 dəfə böyükdür. Günəşin tərkibi 75% hidrogendən, 20% heliumdan və 5%-dən digər elementlərdən təşkil olunmuşdur. Günəşin müşahidə olunması mümkün olan xarici təbəqəsi Günəş atmosferidir. O, 3 təbəqədən fotosfer, kromosfer və Günəş tacından ibarətdir. Fotosfer Günəşin səthindən 200-300 kilometr məsafədə yerləşir. Burada temperatur 5700 dərəcədən çox olur. Kromosfer Günəşin səthindən 14-15 min kilometrədək uzaqlaşır. O, Günəş fotosferinin üzərində yüksək temperaturlu qazlardan ibarət təbəqədir. Günəş tacı Günəşin səthindən 5 milyon kilometr məsafədə yerləşir. O, Günəşdən ətraf aləmə səpələnən qaz kütlələrindən ibarətdir. Bu axın isə Günəş küləyi adlanır. Planetlər Günəşdən uzaqlığına, böyüklüyünə, sıxlığına və kimyəvi tərkibinə görə iki yerə bölünürlər. Bunlar daxili və xarici planetlərdir. Daxili planetlərə yer tipli planetlər də deyilir. Onlara Merkuri, Venera, Yer və Mars aiddir. Onlar Günəşə yaxın yerləşirlər. Yupiter, Saturn, Uran və Neptun isə xarici planetlərdir. Onlar əsasən hidrogendən təşkil olunmuş nəhəng qaz kütlələrindən ibarətdirlər. Onlar Günəşdən uzaqda yerləşir və daha sürətlə fırlanırlar. Merkuri öz oxu ətrafında həddindən artıq yavaş fırlanır. Planetin gündüz Günəşə tərəf olan hissəsi müsbət 470 dərəcədən mənfi 480 dərəcəyə qızır. Əks tərəfdə isə temperatur mənfi 180 dərəcə olur. Roma mifologiyasına görə səyahət düzənlik tanrısı hesab edilir. Merkuri zəif atmosferə malikdir. Birinin uzunluğu 88 günə bərabərdir. Səthi nəhəng çökəkliklərdən və kraterlərdən təşkil olunur. Hətta burada Nizami Gəncəvi adına da krater vardır. Venera Roma mifologiyasına görə Venera məhəbbət və gözəllik tanrısıdır. Səmada Günəş və aydan sonra müşahidə olunan ən parlaq göy cismidir. Şərqdə Dan və ya Zöhrə ulduzu adlandırılır. 243 günə Günəş ətrafında dövr edir. Karbon qazından ibarət atmosferə malikdir. Planetin gündüz Günəşə tərəf olan hissəsi müsbət 475 dərəcə Selsi qızır, əks tərəfi isə mənfi 105 dərəcə Selsi soyuyur. Yer. Fəsilləri, təbiəti, hər fəslində qüdrəti, payızında bərəkəti, nə gözəldir dünyamız. Sadalamaqla bitməyən, sərvətləri tükənməyən, ulduzlar
suları sönməyən nə gözəldir dünyamız. Yer, Günəş sistemində digər planetlərdən fərqli olaraq yaşayışın, suyun və atmosferin olduğu yeganə planetdir. Mars, səmada qırmızı rəngə görünən planetdir. Yunan mifologiyasında müharibə tanrısı hesab edilir. Marsın atmosferi karbon qazından ibarətdir. Gündüz günəşə çevrilən tərəfdə isti, əks tərəfdə isə -70 dərəcə Selsius soyuq olur. 687 günə günəş ətrafında dövr edir. Marsın 2 peyki var. Burada ən böyük olan olimpiya hündürlüyü 25 kilometrə çatır. Amerikan Kosmik Tədqiqatları Mərkəzi NASA Marsı gələcəkdə insanlar üçün əlavə yaşayış məskəni hesab edir. Jüpiter Günəş sisteminin ən böyük planetidir. Qaz tərkib səthində temperatur -140 dərəcə olur. Roma mifologiyasına görə səma tanrısıdır. Yunan mifologiyasına görə isə Zeus tanrısı uyğun gəlir. Güclü küləşlərin sürəti saatda 600 km çatır. Ona görə də zolaqlı kimi görünür. 67 peyki var. Bu peykində vulkanların püskürməsi ilk dəfə Azərbaycan astronomu Nazır İbrahimov müəyyən etmişdir. Saturnun ətrafındakı halqalar daş, qaz və buz parçalarından ibarətdir. Səmada aydınlığa seçilir. Səthin temperaturu -178 Selsidir. 62 peyki var. Bu planetdə bir ilin uzunluğu təqribən 29 yer ilidir. Saturnda bir günün uzunluğu 10 saat 14 dəqiqədir. Roma mifologiyasına görə əkinçilik tanrısıdır. Uran, səthinin temperaturu -214 dərəcədir. 84 yer ilinə Günəş ətrafında dövr edir. Səmada göy rəngi görünür. Buna səbəb planetin metan qazı ilə əhatə olunmasıdır. 27 peyki var. Ən böyüyü o gözəlir. Səthinin temperaturu -218 Selsiyə qədər enir. Qazlardan təşkil olunmuşdur. Günəş ətrafında tam dövrəni 64 yer ilinə başa vurur. 14 peyki var. Ən böyük peyki Tritondur. Biraz qıratdım. 12 aprel Ümumdünya Aviasiya və Kosmonavtik 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet Tutaqlı məsafədəki 100 qəqərib orbitə çıxası. Vostok kosmik gəmisi ilə arasında çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində yer kürəsi ətrafında dövr edir. Burada Saratov əyalətində yer edir. SSR Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Ümumdünya Aviasiya və Kosmonavtik günü elan olunur. Adında da bir çox ölkələr tərəfindən qeyd olunur. Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosa fərq olunması barədə 250-dən çox proqram həyata keçirilir. Və 32 ölkədən bir neçə yüz kosmonavt olur. Kosmosda hamıdan çox olan Rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, açıq fəzada 7:47 saat qalır. Bir uçuşun davam etmə görəcək. Lider, iqtisad təhlüküm olan Valeri Polyakovdur. O, bir stansiyasından bir ildən çox 437,17 saat olub. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da olur. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt Rusiyalı Valentina Tereshkovadır. Sovet kosmonavtikasının bahanələri arasında Azərbaycanın Kərim Kərimovun da adı var. O daha çox elçi raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci ilin oktyabrın 4-də belə raketlərdən birinin köməyi ilə yerin ilk süni peyki orbitə çıxarılır və beləliklə planetimizdə kosmos dövrü başlanır. Qeyd edək ki, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub. Kosmonavtlar uçuşlarını başa vurub yerə ənəndə məhz ona məruzə edirlər. Maraqlı bir fakt kimi qeyd edək ki, həmin dövrdə televiziyada kosmonavtın hansısa bir şəxsə məruzə etdiyi göstərilirdi. Ancaq məruzə etdiyi şəxsin televiziyada göstərilməsi qadağan idi. Sonralar məlum oldu ki, həmin şəxs məhz Kərim Kərimovdur. Azərbaycanda aerokosmik sənayinin yaradılması və inkişafı 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra başlanır. Azərbaycanda aerokosmik sənayinin qarşısında duran barışçıl vəzifə ölkənin müdafiə güclərinin möhkəmlənməsinə dair layihələri icra etməkdir.
2010-cu il mayın 3-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərkosmos Açıq Səhmdar Cəmiyyəti ASC təsis edilir. ASC-nin barışçılar vəzifəsi müştəri tələblərinə cavab verən operator kimi müəyyən edilir. Azərkosmos ASC tərəfindən əsas vəzifələrindən bəziləri geniş sıraslı televiziya göstərməsi, internet xidmətləri və hökumət müştərilərin yüksək hafta platformaları ilə təmin olunması istiqamətində iş aparır. Azerspace bir telekommunikasiya proyektinin inkişaf etmiş dizayn və qoşulma imkanları vasitəsilə dünyada milyonlarla insan bu şəbəkəyə qoşula bilər. Azərbaycanın ilk telekommunikasiya proyekti Avropa, Afrika və Asiyanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır. Azərbaycanın ilk multisini telekommunikasiya proyekti Azerspace 1 2012-ci ildə fevralın 8-də Bakı vaxtı ilə saat 01:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qviyanası Kosmik Mərkəzinin